Bakıda kədərli hadisə baş verib. Nəsimi rayonu Moskva prospekti 126 ünvanında 71 yaşlı Leyla Şeyxzamanovanın meyiti evində aşkarlanıb. Uzun müddət tək yaşayan alim qadın bir həftədən çox mənzildən çıxmayıb. Binadan gələn pis qoxudan narahat olan qonşular polisə müraciət ediblər. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri pəncərədən mənzilə daxil olaraq qadının hamam otağında vəfat etdiyini müəyyən ediblər. Leyla Şeyxzamanova Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, elmlər doktoru idi. O, mərhum məşhur aktyor Məmməd Rıza Şeyxzamanovun qardaşı qızıdır. Həmkarları onun 10 gündən artıq işə gəlmədiyini bildirərək müraciət ediblər. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Nəsimi rayon prokurorluğu faktla bağlı araşdırma aparır. Allah rəhmət eləsin, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.